Salam, müstəqil dövlətin müstəqil insanları. Mən müstəqilliyi qoyub başqa mətləbdən danışmağı özümə rəva bilmirəm. Ölmədik bu günü də gördük. 20 il müstəqil olan Azərbaycan Respublika gününü qeyd eləyir. 1992-ci ildən üzü bu yana düz 20 ildir müstəqil yaşayırıq. 1992-ci ildən üzü bu yana düz 20 ildir Azərbaycan teleməkanında Qulp adlı müstəqil bir proqram yaşayır. Düz 20 ildir. Bu 20 ilin alın yazısı olduğunu deyə bilmərəm. Amma bu 20 ilin video yazıları var. Gəlin bəzi anları yada salaq. Çünki biz bu illəri bir yerdə yaşamışıq. Çünki Qulpun tarixi bizim hamımızın tarixidir. Müstəqil Azərbaycanın tarixi həm də Qulpun tarixidir. İsrafil, hay İsrafil, akşam Qulpa bakarsan. İş! Gel bir yerde bakalım. Sen bak, ben amya haber verim. Ben sana demek istiyordum. Hele ben de. Neyi? Seni sevdiğimi. Onu yok et. Akşam bakarsan. Hara? Qulpa. Vazma mən nə üçün təkid edirəm ki, bu müsahibə olsun? Bilirəm ki, siz belə müsahibədən qaçan adamsınız da. Amma biz uşaqlıqdan deyək ki, baxırdıq da Qulpa. Mən aynəsi dövrünə təsadüf eləyib mənim yaşımda. Amma ondan əvvəl ASTV-də də demək Qulp verilişi gedib. Siz daha öncə Moskvada təhsil almısınız da, orayla bağlı və o hissəni danışa bilərsiniz ümumiyyətlə necə oldu ki, Moskvada jurnalistik fakültəsinə qəbul oldunuz, orada necə bir mühitə düşdünüz? Orası mənə maraqlıdır. Mən qəbul olmağa burada onda Azərbaycan Dövlət Universiteti gedirdi. Burada qəbul olmuşam. Amma sonra təhsilimi davam elətdirmək üçün məni göndərdilər, getdim Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə və oranın tele-radio şöbəsində, jurnalistika fakültəsi də çox bölünür, o şöbələrə bölünür. Mən tele-radio şöbəsində oxuyurdum. Bizim bir Yahudi müəllimimiz vardı, Valeri Leonidoviç Çivik. Onun məndən ilk aylar xoşu gəlmirdi. Yəni bizə orada studiya vardı, telestudiyadır, otururduq, danışırdıq çox mətləblərdən. Mənə heç fikir vermirdi. Elə oldu ki, biz indi dəqiq onu tərcümə eləmək biraz çətin olacaq. Miniatürni etüd, ssenarni etüd deyilən bir fəndən fən deyəndə, yəni zaçot verməli olduq, imtahan verməli olduq. Yəni qısa bir ssenari formasında etüd belə vermək. Buna kimi görürəm ki, məndən xoşu gəlmir, amma mən bu sənətə, bu peşəyə daha doğrusu çox həvəsim var idi. Orada da oxuyanların çoxu o vaxtlar elə indinin özündə də o vaxtlar daha çox dünyanın ən böyük təhsil ocağı sayılırdı da Moskva Dövlət Universiteti. Başqa dövlətlərdən də oxuyan vardı, Moskvadan özündə oxuyanlar vardı, çox kübar tələbələr vardı. Bunun hamı ilə münasibəti yaxşı idi, mənlə münasibəti yox idi və mən bilmirdim ki, nəyə görə. Sonra elə oldu ki, həmən bu dediyim imtahan olanda mən yazdım 3-4 cümləlik bir etüd yazım, ssenarni etüd yazım. Bu indi bir tələbələri orada bir yaradıcılıq yeri idi də, studiya idi. Hamı gəlir bir, bu baxır, hamıya sual verir, cavab verir, gülüşürlər, biraz da zarafatçılıq idi. Hamınla belə yaxınlaşır, münasibət göstərir, amma mən gələndə bu aldı heç baxmadan elə qoydu onun o vaxtı diplomat deyilən bir, nə deyirlər ona, bir şey var da, əl çantası ona. Mən də bir söz demədim. Açığı deyim ki, biraz da ürəyimin dərinliyində düzcə gəlmir ki, yaxınlaşım deyim ki, mənlə münasibəti niyə belədir? İgnor eləyirdi də, belə eləyirdi. Hə, məni inkar eləyirdi. Ona görə mən özüm də açığı deyim ki, özümə sığışdırmırdım bundan soruşmağa. Sonra səhərsi günü mən gələndə bizim də fakültə, yəni universitetin əsas binasında deyildi. Lomonosovun oxuduğu köhnə universitet bu Qırmızı meydana yaxın bir yerdə idi.
Yaxınlaşdım, gördüm fakültənin qabağında bir nəfər tələbə, yəni məni görən kimi dedi ki, bəs Valeri Leonidoviç səni gözləyir. Deyirəm, xeyr ola. Deyir, məni də, oğlan da mənlə yataqxanada qalırdı. Dedi, bəs məni də çoxlu çək-çevir elədi, soruşdu ki, bunu kim yazıb? Özü yazıbmı? Dedi ki, hə də, özü yazıb. Başqa kim? O elə şeyləri çox yazır. Dedi, yox, inanmıram. O gələn kim gəlsin yanıma. Mən də sakitcə yaxınlaşdım buna. Bu mən görən kimi gəldi üstümə. Boynuma al, bunu kim yazıb? Dedim ki, kim yazacaq ki, mən özüm. Belə çox təəccüblə baxdı. Mənim yazdığımda belə idi. Söhbət gedir 89-cu ildən. 89-un axırıdır ya ortalarıdır belə. Mən götürmüşəm Moskvanın metrosundan yazmışam, amma ümumi həyatda gedişata aid eləmişəm. Yəni artıq eseri elə bil ki, dağılmaq ərəfəsində idi, elə fikirlər səslənirdi. Moskvanın da metrosu Koltsevaya liniya deyirlər, dairəvi yol. Götürdüm, oranın da metronun adları çoxu müharibə adları iləndir. Götürüb elə yazdım, özə yazmışam ki, zirehli qatar gedir, dairəvi yol. Bu stansiya, müharibə adı ilə olan stansiyaların bir neçə adını çəkirəm. Sonra deyirəm ki, yenə bir stansiya yaxınlaşıb bu stansiya və ehtiyatlı olun, növbəti stansiya barikadnaya, yəni barikada stansiyasıdır. Yəni artıq vətəndaş müharibəsi gələcək. Qısa konkret yazmışdım, bunun çox xoşuna gəldi, qucaqladı mənə. Məni dedi ki, bunu bax orada görürsən, o tələbələri uzaqdan göstərdi elədi. Dedi, bunlar hamısı Moskvalıdır və başqa yerdən, dövlətlərdən gəlir. Bunlar heç biri bunu yaza bilməz. Bunu sən yazmısan. Və bununla da mənlə çox mehribanlaşdı. Və açığı deyim ki, bilmirəm bu nə qədər uyğun gələr, gəlməz. Və mən diplom işi yazanda televiziyadan yazmışdım. Və bir balaca fraqment vardı. Bu da onun o qədər xoşuna gəlmişdi ki, o da nədir? Deyirəm, mən uşaq vaxtı idim. Televizorlar hələ təzə çıxmışdı, balaca televizorlar idi. Sonra bir nəfər qonşu uşaq gəldi, mənə özünü belə göstərmək, belə özünü qabartmaq mənasında dedi ki, biz böyük televizor almışıq. Mən də buna qayıtdım, dedim ki, yox, o yaxşıdır. Deyir, niyə yaxşıdır? Deyirəm, orada kino zat tez qurtarır. Böyükdə axı bütün hadisələri göstərir. Amma bizimki balacadır, maraqdan axıra kimi baxıram. Bu da bunun çox xoşuna gəlmişdi. Mənə dedi ki, Boriya deyirdi mənə mübariz əvəzinə. Boriya deyir, gəl sənə 92 iyun ayındır. 5 vermişdilər diplomdan da. Ümumiyyətlə biraz yaxşı düşməsə də deyim, əla qurtarmışam mən oranda. Dedi ki, gəl göndəriş verək sənə aspiranturaya. Dedim, yox, istəmirəm. Dedi, niyə? Dedi, belə şey ələ düşmür, hər tələbəyə verilmir. Dedim, yox, istəmirəm. Səbəbini soruşdu. Dedim, 92 iyun ayıdır. Dedim, bizdə vəziyyət çox gərgindir. Şuşa da işğal olunub. Yəni vətəndaş müharibəsi kimi, yəni ermənilərin təcavüzü. Dedim, mən burada qalıb oxuya bilmərəm. Yəni mən çox istəyirəm ki, gedən vətəndə öz xeyrimi verəm. Və deyim ki, orada yəni çox müəyyən ideyaları ya da reallaşdırmaq da olardı, neyləmək də olardı. Nəsə qayıtdım, gəldim. Daxilimizdə belə bir şey vardı ki, məsəl üçün mümkünlükləri fikirləşəndə ki, məsələn, qalsaydım başqa bir həyat məni gözləyə bilərdi. Məsəl üçün Moskvada indi karyera, jurnalistika, orada maraq çoxdur da bu sizin dediyiniz o məsəl üçün simvolikaya, bu ezop dilinə də jurnalistika. Belə bir şey yaranıb sizə təəssüf kimi də, yəni. Açığı deyim ki, o əvvəllər yox, son vaxtlar arada belə olur ki, alternativ həyat yoxdur da. Alternativ həyat olsaydı onu da yaşayardım. Bununla müqayisə eləyərdim. Görüm hansı daha yaxşıdır, daha uğurlu olub. Elə oldu ki, da təəssüf deyəndə təəssüf olubsa da daxilimdə az olub da. Onu da bilmək olmazdı ki, orada mənim qismətim nə olardı. Amma onu dəqiq bilirəm ki, orada mən ideyaların çoxunu reallaşdıra bilərdim. Bəlkə də, yəni istədiyim real şeyləri. Burada da düzdür, əziyyətdən olub, nədən olub, çalışıb demək olar ki, istədiyimin çoxunu eləmişəm. Amma orada bəlkə mən deyirdim ki, ona görə təəssüflənirəm ki, bir Azərbaycanlı kimi qalıb,
daha çox Azərbaycanı təmsil edən adam kimi, mədəniyyətini yayan adam kimi, yəni belə qalsaydım daha yaxşı olardı. Nə bilim, taleyə qismət. Oradan sonra gəldiniz və demək ki, siz orada ASTV müxbiri kimi işləyirdiniz artıq o dövrlərdə Moskvada. O belə idi ki, açıq deyim ki, həmin son illərdə ASTV-nin orada xüsusi müxbiri də yox idi. Bütün respublikalardan Moskvada var idi. Həmin ildə, bir neçə ildə yox idi bu müxbir. Mən əvəz eləyirdim. Tələbə ola-ola, həm jurnalistikada oxuya-oxuya əvəz eləyirdim. Mənə televiziyadan da təklif oldu ki, istəyirsən qalıb işləyə bilərsən. Bir neçə təkliflər var idi. Həm aspiranturada qalmaq, həm bu nədir onun adı, jurnalist kimi orada fəaliyyət göstərmək, yəni çox idi. Mən açıq deyim ki, nə qədər şey olsa da bu təkliflər məndən oxuyan bəzi Azərbaycanlılar da vardı, başqa fakültələrdə də, elə jurnalistikada da bir ikisi vardı. Onların heç demək olar ki, şansı yox idi qalmağa, amma onlar qaldı. Amma mənim daha çox şans və daha çox mühit məndə yaranırdı qalmağa. Nəysə qaldım. Və açıq deyim, peşman deyiləm, amma mənim üçün maraqlıdır ki, görəsən qalsaydım nə olardı? Gəldi sonra, misal üçün bu ASTV-nin 92-98-ə qədər, səhvimizə qulp dövrü oldu da orada. Necə idi birinci, misal üçün, qulpun yaranması? Misal siz adı ilə bağlı maraqlı əhvalat danışmışdınız ki, adı necə? Qulpun yaranmağı belə oldu ki, mən sonuncu kursu oxuyurdum. Deməli, gəldim, Azərbaycana gəldim. Qaydanda da tələbiyəm də, evdə anam mürəbbələrdən, nə bilim, tutma, mürəbbə, nə bilim, nə doldurub, böyük bir ağ çamadan vardı. Hamısını doldurub, çox ağır bir çamadan idi. Gəldim, onda 28-ə bir, oradan birbaşa gedən avtobuslar, ayrı kassa var idi orada. Onun yanına çatanda çamadan o qədər ağır idi ki, qulp qırıldı. Qulp qırıldı və çamadanı elə bil ki, nə cür başqa götürmək olur? Götürmüşəm qucağıma, axır ki, o qərara gəldim. Mindim avtobusa, avtobusdan aeroporta, aeroportda da uzun bir prosesdir, o qeydiyyatdan keçmə, qucağıma qoyuram, yerə qoyuram, nə bilim, belə. Axırı oradan təyyarəyə minmək, təyyarədən Moskvaya getmək, oradan düşmək və bizim qaldığımız yataqxanaya getmək üçün bir neçə marşrut dəyişirsən. Və təyyarədə də çox fikirləşdim. Yəni o qulp, onda da indiki kimi hər cür şərait yox idi. Söhbət gedir 92-ci ilin qış ayları idi. Bax belə ki, yəni yaxınlaşasan, o xidmətlər göstərirlər axı, onu müxtəlif şeylərdən bərkidirlər, üstünə o salafandan şey çəkirlər. O vaxtı yox idi ki, bir qulp varı mən nəsə düzəldim ki, rahat götürüm. Elə yol boyu çatana kimi qulp haqqında fikirləşdim ki, qulp nə yaxşı bir mövzudur deyimi, ya qulp çox gözəldir. Yəni qulp qoymaq yox, qulpundan yapışmaq da, qulp olmayanda çox mətləblər, çox işlər qalır ki, onları həll eləyə bilmirsən. Xalqın vəziyyəti kimidir? Yəni qulp təxminən xalqın vəziyyəti deyəndə, xalqın vəziyyəti biraz o sual məsələsi, o vaxtı da həmişə ümumiyyətlə bütün dövrlərdə həmişə xalq öz dövründən şikayət edib, amma bunu da başa düşmək olar. Nəyə görə? Həmişə daha yaxşı günlər arzulayır. İstər insan olaraq, istər toplum olaraq. Mən fikirləşdim ki, yəni bax belə bir qulp adında veriliş eləyim, ilk verilişimi və o vaxtı hələ alternativ televiziyalar, radiolar yox idi. Moskvada təzə çıxmışdı, o Dvajdı-Dva deyirdilər, bir radio çıxmışdı. Orada musiqilərə qulaq asırdım və qulpun şapkasındakı musiqini də oradan tapdım ki, bax mən bunu verəcəm və tam hazır vəziyyətdə gəldim. Və ilk verilişim də adı da, onda mən oranı qutarandan sonra təyinatımı verdilər Azərbaycan Dövlət Televiziyasına. Və 92-ci ildən orada fəaliyyətə başladım və ilk proqramım da elə qulp oldu. Mən düzü tam tərsinə başa düşürdüm ki, qulp qoşmaqla bağlıdır. Yəni kiməsə qulp qoymaqla bağlıdır. İndiyə kimi çoxları elə başa düşür, ancaq qulp qoymaq, yəni o biraz başqa formada desək, muz qoymaq, nə bilim nə. Yox, bunun daha böyük bir anlamı vardı, qulpundan yapışmaq. Yəni həmin vaxtlarda Azərbaycanın bir dövlət kimi, bir xalq kimi
çox böyük təhlükələr vardı, problemləri vardı. Problemləri həll etmək üçün onun yollarını yəni axtarmaq, araşdırmaq və yolunu tapmaq və onu bax məğzi bu idi. Mən müxtəlif həm musiqi ilə, həm bəziləri deyir ki, elə lap ciddi eləyəydin bunu. Yəni problemləri dedə, yoxsa musiqidə atırsan, nə bilim aşıq obrazı, nə bilim kimlər. Deyirəm ki, bəs bu həkim ki, ən ağır xəstələrə resept yazanda, ən ağır dərmanları yazandan sonra vitaminlər də yazır ki, yəni bu insan orqanizminə çox pis təsir eləməsin. Bu qulpun forması da belədir ki, yəni çox birbaşa demək və ciddi formada deyəndə çoxları da başa düşmür. Onu biraz başqa formada demək daha yaxşı olar. Nəysə elə bilib də fikirləşdim, elə belə də efirə verdim. Yaxşı, bu tutaq ki, indi ASTV dövrü 6 il, ondan sonra ANS-də. Bu dövr ərzində məsələn nəyinə qarşılaşırsınız? Ciddi mövzulara toxundunuz, təhlükəli mövzulara toxunurdunuz müəyyən mənada. Bunu satira ilə göstərirdiniz də, deyək ki, problemlər olurdu, yoxsa necə çətinliklər olurdu çəkilişlərdə? Çətinliklər çox olurdu. İlk elə veriliş efirə gedəndə çox çətin oldu. Mənə indi yəni onun ruhu şad olsun, Məmməd İsmail idi mən eləyən vaxtı. Başqa demək olar ki, mən qulpun birinci buraxılışını hazırlayanda çoxları imkan vermirdi. Ona Allah şahididir. Bizim indi Bəxtiyar Qaracıyev deməli gənclik redaksiyasına verilmişdi mənim təyinatım. Və gənclik redaksiyasında və 3 nöqtə eksperimental qrup yaratmışdım mən. O qrupda istəyirdim yeniliklər eləyəm, daha köhnə standartdan çıxıb yeni formatlar, proqramlar eləməyə. Onda çox çətin idi. Yəni sədr müavini qoymurdu ki, bu nədir, qulp adında proqram olardı. Gedib axırı ki çatdıra bildik Məmməd İsmailə, o vaxtki sədrə. O baxmışdı və onun belə bir sözü olmuşdu. Yenə deyirəm, Allah ona rəhmət eləsin, ruhu şad olsun. Baxıb demişdi, biraz da daha kəskin eləmək olardı. Bax, belə bir şeydən başladım, sonra getdi, amma artıq getdikcə orada sədr də dəyişdi neçə dəfə və qulpu eləmək çox çətin oldu. Mən gedirdim, məsəl üçün, elə orada işlədiyim fraqmentlərdən deyim. Gedirdim hamama, kisəçin tapırdım, elə o formatı kimsə kisələyəndə bundan soruşurdum ki, bizim xalqın necə kisələmək olar, necə bu artıq şeyləri çıxartmaq, kirpas çıxartmaq olar, daha sağlam, daha gələcəyə belə. Ondan sonra gedirdim bir quyu qazan Bakı kəndlərindən tapırdım ki, başqasına quyu qazanda nə formada olur, nə tər olur. Ondan sonra nə bilim belə Tələ ilə bağlı maraqlı bir əhvalat danışmışdınız. Hə, bir dəfə də gördüm ki, ASTV-nin həyətində bir dənə qadın gedir qabaqda, belə bir o vaxtki ifli bir şey deyirlər də, çanta kimi. İçərisi dolu tələdir, 20-30 dənə tələ, o san tələsi də. Elədim, yaxınlaşdım, mənim üçün çox maraqlı gəldi. Yaxınlaşdım, xanım, verin kömək eləyim. Dedi, yox. Dedim, yox, nə danışırsınız? Aldım bunun əlindən, başladım bundan söhbət eləməyə ki, hardan gəlmişsiniz? Dedi, San Epistansiyada, burada Səbail rayonundan. Dedim, hə, siz nə edirsiniz? Dedi, belə gəzirik, tələlər qoyuruq da. Deyirəm ki, Səbail rayonunda ən strateji yerlər var da. Yəni, o vaxt KKB, Milli Məclis, Prezident aparatı, Nazirlər Kabineti, orada tələlər qoyursunuz. Deyir, hə, hər yerə, bu nə söhbətdir, hər yerə qoyuruq. Mən üçün maraqlı gəldi. Dedim, gələcəm sizə çəkiliş eləməyə. Getdim bunlardan çəkiliş eləməyə. Bu oranın o vaxtki o direktorda köhnə kommunist qadınlardan da belə yığıb üstü üstü tələlər, nə bilim nələr belə. İndi mən sual verirəm, bu bayaq dediyimi elə buna da deyirəm ki, bəs bu tələlərdən necə istifadə edirsiniz? Dedi, Səbail rayonunun bütün hər yerinə tələləri qoyuruq. Deyirəm, belə bir şey olur ki, biz qayıdıb, tutaq ki, Milli Məclisi 10 dənə tələ qoymusunuz. Sonra gedib onu geri götürəndə 8 dənə ola, 7 dənə ola, belə olur. Dedi, hə, bəzi təşkilatlarda elə də olur. Dedim, bəs siz qorxmursunuz ki, o tələdən başqa məqsəddən istifadə eləyərlər ora. Deyir, vallahi mən nə bilim, da indi götürürlər nə istifadə. Dedim, prezident aparatına da tələ qoyursunuz. Dedi, hər yerə qoyuruq. Dedi, hətta prezident aparatının padvalına 2 dənə türkü tələsi qoymuşduq. Bizə dedilər ki, burada padvalda mən olanı danışıram da. Hələ onları yerləşdirməmişəm, gərək yerləşdirəm YouTube-a. Dedim orada, dedi, deyəsən belə bir qabaq tikiləndə prezident aparatı.
botanika bağı ilə yeraltı yol çəkiblərmiş. Deyəsən tülkülər oradan doğrudan olub orada tülkü. Dedi birini tutduq, biri qaçdı. Prezident aparatıdır, nədir, prokuraturadır, Ali Sovetdir, telestudiyadır, Müdafiə Nazirliyidir, sonra MVD-dir, prezidentin iqamətxanasıdır. Biz bunların hamısını biz nəzarət edirik. Sonra bütün pasollardır bizim rayonda dözürüz, biz hamısı bizim rayonda yerləşib. Biz onların hamısını deməli dezinfeksiya, diresasiya aparırıq orada. Diresasiya və dezinfeksiya işləri aparırıq. Ancaq buna baxmayaraq biz dərmanlardan əlavə tələlərdən istifadə edirik. Bəs bu tələləri biz ancaq balaca sıçanlara qarşı işlədirik. Bir neçə il bundan qabaq prezident aparatının binasının podvalında demək tülkülər olub. Və bu tülkülərin olması xəbərini hardan eşitdiniz və onlara qarşı necə tədbir gördünüz? Prezident aparatının podvalında tülkü olmağını bizə prezident aparatından mənim instruktorum gəldi dedi ki, bəs Mamedov orada tülkü var. Bizdən tələb edirlər ki, dərman qoyub onları öldürmək lazımdır. Elə belə öldürə bilmirlər. Biz də getdik orada, payırkalar düzəltdik, suyun üzünə fosasink tökdük. Sonra plaşatkalar düzəltdik kağızların üstündə. Onun sonra fosasını qatdıq ona. Onu biz qoyduq. Sonra ayrı kalbasa ilə düzəltdik ki, bu tülkü bunu yemək üçün. Yiyəndən sonra 1-2 gündən, 3 gündən sonra getdik, gör tülkünün biri ölüb, biri qaçıb. İnan ki, gətirmişəm, indi çox böyük hakiyə səbəb olub da və efirə o orada getmədi. Və ondan sonra mən nə eləyirdim, hamısı kollegiyaya yığışırdı, ASTV-nin, hamı əl çalırdı, bəyənirdi, amma efirə yox, arxivə gedirdi. Bir dəfə də sədr məni çağırdı, dedi ki, Mübarək, sən sənədlərə baxmışam, Moskva Dövlət Universitetinin fərqlənmə diplomu ilə qurtarmışam. Sən gedib çəkdiyin kimdir, kisəçidir, quyu qazandı, nə bilim, tələ qoyandı, git böyük adamlardan, bunlardan müsahibə. Dedim, onlardan müsahibə götürənlər var. Mənim üçün bu adamlar maraqlıdır. Yəni, belə biraz davam edəndən sonra mən artıq gördüm, efirə getmir. O vaxtda Aynes yaranırdı, yaranmışdı daha doğrusu. Elə Vahid Mirşahin həmişə mən görəndə deyirdi, gəl qoşul bizə, gəl qoşul bizə. Açığı deyim ki, mən deyirdim, dövlət televiziyasında işləyirəm də. Mən burada nəsə, yəni burada eləmək olar da. Axırı gördüm, yox. Və ondan sonra ora getməyə, yəni razılıq verdim. Onlar bu məsəl üçün bu çox gənc, belə yenilikçi bir kollektiv idi də. Mən xatırladım, uşaq idim sonradan baxanda ki, ASTV baxanda ASTV klassik kanonlarla işləyirdi də belə qanunlarla. Amma bunlar belə daha belə liberal, daha maraqlı çəkilişdə. O dövrdə indi belə Aynes gəlib falan yeri çəkəcək deyə bir qorxu var idi də cəmaatda ki, gəlir çəkir. Siz də o kollektivə o belə bir gənc kadr kimi keçdiniz də. Nə fərqi var idi məsəl üçün mühitlər arasında? Valla bilirsən, mən açıq deyim ki, ASTV-dən ayrılanda, hətta o vaxtki sədr mən ayrılanda məni dəvət elədi, dedi ki, Allah ona da rəhmət eləsin, dünyasını dəyişib. Mənə dedi ki, Mübariz, gəl, Bakı studiyasını verim sənə, işlət. Bizi də dolandır, özün də dolandır. Dedim, mən iqtisadiyyatı qurtarmamışam, mən jurnalistikanı qurtarmışam. Dedim, yəni mən buradan ata ocağı kimi ayrılıram, ilk addımları burada atmışam. Yəni oradan da açıq deyim, kövrəldim, ASTV-ni axırıncı dəfə tərk eləyəndə kövrəldim ki, bax niyə mən buradan ayrılmalıyam. Amma ayrıldım, getdim. Orada daha çox, mən orada belə pis çıxmasın, Aynes'in özündə bir avtonom, belə ayrıca bir şey kimi, heç kim mənə baxmırdı, onu eləmə, bunu eləmə. Sadəcə açıq pəncərə vermişlər, efir vermişlər, nə istəyirsən özün bilərsən. Və belə də mən yəni orada davam elədim və hətta çoxlara elə bilirdi ki, mən oradan çıxanda ASTV-dən, o bəziləri olur, bir yerdən çıxanda bəyanatlar, mətbuat konfransı, nə bilim, nə. Mən elə yox, hətta bir neçə dəfə Vahid məni gördü ki, bəs Nizami Xudiyev, neynəmsən sən ona? Deyirəm ki, neynəmişim ona? Bir dəfə, sonra bir-iki aydan sonra yenə soruşdu, sən Nizami Xudiyevə neynəmsən? Deyirəm, vallahi heç nə eləməmişəm. Nə olub, sən mənə de görüm, mən işimi bilim də. Dedi, yox, sən oradan çıxandan sonra o mənə dedi ki, yəni Nizami, ki o kişi adam da onunla müvahidə ol. Yəni mən ASTV-yə qarşı indiyə kimi, yox da indiyin özündə də ata ocağı hesab eləyirəm. Yəni orada ilk addımları atmışam da. Ondan sonra gəldim ASTV-də də, yəni Aynes'də də başladım. Nə qədər fikirlər, ideyalar vardı.
Hamısını reallaşdırdım. Orada belə şey imkanları daha çox idi də, manevr imkanları daha çox idi. Çox yox, mən istədiyimi eləyirdim, amma bir şey var da, insan, ümumiyyətlə yaradıcı adam, jurnalist deyə müstəqil olduğu qədər də məsuliyyətli olmalıdır. Əgər məsuliyyət yoxdursa, o müstəqillik, azadlıq yox, o üzr istəyirəm, hayasızlıqdır. Əgər səndə məsuliyyət yoxdursa. Mən 20 il qulp eləmişəm, mən bir dəfə məhkəməyə verilməmişəm. Kimsə məndən inciməyib. İstər iqtidar olsun, müxalifət olsun, hamısı çox maraqla baxıb, məndə olub vətəndaş mövqeyi. Qutardı getdi. Amma mən bunu fikirləşmişəm ki, bu mənim dövlətimə ziyan eləsə, mən bunu eləməyim. Amma müəyyən məmurlara ziyan eləyirsə, xoşu gəlmirsə, eybi yoxdur, qoy gəlməsin. Yəni bu belə bir məndə yaradıcılıq prinsipi var idi. Onunla işləyirdim. Yenə deyirəm, mənə heç kim ya ayının özündə mən proqramı hazırlayım, buraxılış aparım, kiməsə göstərdim, belə şey olmayıb. Yəni ki, tam sərvət, tam müstəqil olmuşam. Artıq o sizin o məsələn təzəcə rəhmətə getdi, Aşıq Yediyar, Baba Pünhan və s. onlarla ANS dövründə tanış oldunuz da. Siz Baba Pünhanla necə tanış olmusunuz? Necə tapdınız? Baba Pünhanla belə tanış oldum ki, mən ümumiyyətlə qulpda nə qədər obrazlar olub, hamısını xalqın içərisindən mən seçmişəm. Necə? Təkcə özüm axtarmaqdan yox, dost, tanış, maraqlı kim var, maraqlı obraz. Hamısı gəlib deyirdi, Şirin Zərdablı da elə olmuşdu, xanım nənə də elə olmuşdu. Teymur Məmmədov var idi. Hə? Teymur Məmmədov var idi. Teymur vardı. O da çox Yaltaqlıq haqqında videosu var idi onun. Hə. Baba Pünhanla bir nəfər gəldi, dedi, çox gözəl bir şair var, satirik yaxşı şeirləri var. Dedim, onu bilirsən əzbərdən? Dedi, hə. Dedim, bir şeirini mənə deyə. O, Baba Pünhanın İt günündə şeirini oxudu mənə. Şeirin mühürbəndi, axırıncı bəndi də belə qutarır ki, Baba Pünhan durub itdən üzbəyüz söhbət eləyir. Axırda da deyir ki, itim dur gəl önümdə, gəl başına dönümdə, sən Pünhanın günündə, Pünhan da it günündə. Bunu dedi, dedim, hə, bax bu bizim adamdır, çağırın gəlsin. Ondan sonra demək olar ki, hər həftə o qulpun efirində gedirdi və xalqın sevimlisinə çevrildi və maraqlı bir faktı deyim. Maraqlı bir fakt da ondan ibarətdir ki, Baba Pünhan o vaxtı elektrik, monteur deyək də, işləyirdi metropolitenda, metroda. Bir dəfə deyir, təzə deyir, efirə çıxıram, o perron da adamla doludur. Perronun aşağısı da boşluqdur, oradan elektrik xəttləri keçir də. Deyir, bir dəfə girib oradan şey eləyib, düzəldib, o lüku açıb, qalxıram perrona, başımı belə çıxardanda, çıxartmışam bura kimi də, perronda. Adamlar deyir, hamısı mənə baxacaq, bu televizorda çıxan kişi Baba Pünhan. Baba Pünhan deyir, bu hardan çıxır bu aşağıdan? Belə bir maraqlı şeylər olmuşdu. Широко шагает Азербайджан. Раньше широкий шагал Азербайджан, Леонид Ильич, сейчас не такой шагает. Хорошо, что шагает не стоит, Армения не дает покой шагает. Насчет зарплаты отстаем мы, насчет взятки мировой шагает. Расул взял деньги, ушел за границу, как молодой шагает. Milli Meclisi все ожирели. Həmin vaxtı, yəni yenə deyirəm də, bütün yaradıcı qrupu xalqın içərisindən seçdim və hamısı da demək olar ki, xanım nədən tutmuş, Şirin Zərdablısına kimi, mən bayaq indi sadaladım da hamısını mümkün deyir, hamısı xalqın sevimlisinə. Bu çox maraqlı, misal üçün əsas seçki mövzusu sizdə çox aktual idi. Misal üçün orada mühafizəkarlığı təmsil edən xanım nənə, bir də Röya idi, vaxtı cavan idi. Onları ikisini qoyub məsələn seçki ilə bağlı söhbət var idi. Yəni bu ümumiyyətlə seçki mövzusu, belə necə deyim, siyasi mövzunun ümumiyyətlə danışa bilməkliyi o dövrdə çox aktual idi. Yəni adi adam belə siyasətlə bağlı hansısa bir fikir bildirirdi. Belə qızğın idi söhbətlərdə. Yəni sizə məsəl üçün istəyir müxalifət tərəfdən özü Elçi bəylə də müsahibə almısınız. Yumurta döyüşdünüz siz yəni. O iki tərəfdən təkcə ondan yox, Heydər Əliyevdən də mən yumurta döyüşdüm. Necə idi münasibət? Məsələn Heydər Əliyevin sizin münasibəti necə idi? Elçi bəyin necə idi? Valla çox, hər ikisinin çox yaxşı. Hətta bir faktı deyim, çox açıqlamaq istəmirəm. Bir dəfə mətbuat xidmətindən prezident aparatının gəldilər ki, qulpun son nömrəsini, buraxılışını köçürt ver. Dedim, nə olub? Dedi, bəs prezident burada olmayıb, olmadığına görə yəni baxa bilməyib, istəyir ki, ona baxsın.
Mən üçün də açıq deyim ki, çox belə qəribə gəldi və orada elə bir fraqmentlər vardı ki, dedim daha axırı mən gəlib tutub aparacaqlar. Orada da bilmirəm yadı tamaşaçıların da yadına gələr gəlməz. O palata adlı, palata 6 nömrəli palata kimi dəlixanaya yığmışdım. Siyasi partiya liderlərini yığmışdım. Müxalifətdən də, iqtidardan da vardı. Orada nəsə belə bir şey vardı ki, o müxalifət lideri əyilir aşağı, üzr istəyirəm, biraz deyir ki, xalq bu vəziyyətdə nə qədər gözləməlidir, nəyi gözləməlidir və ondan sonra elə bil ki, o fraqment də vardı. Dedim, yəqin ki, bunun bir fəsadı olacaq. Sonra 2-3 gündən sonra həmin adama zəng elədim ki, nə oldu, nəsə bir şey oldu. O da dedi ki, yox, baxdı, doyunca güldü, elədi. Yəni münasibət çox normal, çox bir yenə deyirəm, bu bir vətəndaşlıq mövqeyidir. Mənim heç bir siyasi tərəfim olmayıb, siyasi bağlantım olmayıb ya iqtidara, ya müxalifətə. Vətəndaş kimi sözümü demişəm. Və Elçibəyin o videosunun əvvəlində o deyir ki, məsəl üçün bu kadrı mütləq verin. Olduğu kimi verin. Mənim yadıma gəlir o hisslər. Biz bura papaq atmağa gəlmişik. Bu ildə qeyd elədiyimiz kimi pələng ilidir. Bundan başqa bu il seçki ilidir. Prezident seçkisi ilidir. Demək, yəni bu yaxınlarda aydın oldu ki, bu prezident papağını qoymaq iddiasında olanların bir neçəsindən biri də sizsiniz. Prezidentin papağı yoxdur ki. Prezident papağı olmur. O necə idi məsəl üçün? Siz də ona Heydər Əliyevlə bağlı sual verirsiniz ki, o nə demək? Bax, o ilk dəfə idi. Bax, jurnalistin ümumiyyətlə missiyası həm də oponent olmaqdır. Qarşındakı iqtidardırsa, ona müxalifət yönündən də sual vermək lazımdır ki, o tam açılsın. Əgər iqtidardırsa, ya müxalifətdirsə, yəni oponent olmalısan da. Mən Elçibəyə onda o ilk dəfə idi, o danışırdı Heydər Əliyevdən bağlı. Mən ona eşitmişdim onu. Dedim, bəy Heydər Əliyevdən bağlı sizin maraqlı xatirələriniz olmalıdır. Ona münasibətiniz və o danışdı. Dedim, hətta evinizdə onun şəkli də olub sizin. O ilk dəfə onda açdı, danışdı ki, bəli olub. Bir Azərbaycanlı kimi o siyasi büronun üzvü olanda mən onu dəstəkləmişəm. Romanov onun üstünə düşəndə, hücumlar onun üstünə olanda dəstəkləmişəm. Bu insani bir vətəndaş mövqeyi idi də. Yəni sonra bəziləri dedi, bu niyə tərifləyir, niyə? İnsani bir mövqeyidir. Yəni bunu göstərmək lazım idi də. Yəni çoxları ilə mən danışanda, müsahibə götürəndə çalışmışam olan hadisələrə, amma obyektiv görsədəm. Mən o dövrü çox belə necə deyim, həm televiziya maraqlı idi. Yəni düzü mənim üçün də. Televiziya baxırdım. Mən heç o dövrdə təzə YouTube yaranırdı, amma istəyir aynəsi olsun, istəyir digər bir iş olsun, çox rahat idi. Amma indi məsəl üçün çox darıxdırıcı gəlir mənə. Çünki nə bu mövzular açılır, nə bu mövzular danışılır. Məsəl üçün siz o boşluğu hiss edirsiniz indiki ilə müqayisədə keçmişik. Mən çox uzun danışmaq istəmirəm. Bu müəyyən bir prosesdir. O da nədir? Teatrdan sonra kino çıxdı və teatr biraz unuduldu, biraz hörmətdən düşdü, belə demək olarsa da dırnaq işarəsində. Kinodan sonra televiziya çıxdı. Televiziya çıxandan sonra kino biraz, yəni gedənlərin sayı azaldı, elədi və YouTube, sosial şəbəkələr yaranandan sonra televiziya da biraz hörmətdən düşüb. Amma hörmətdən düşsə də televiziya öz strateji funksiyasını saxlayıb birbaşa lazım olan yerdən və dövlətin xəbərlərini verməkdən. Yəni o strateji funksiyası qalıb. Amma televiziyalara da əl gəzdirmək olar, o mənada ki, daha maraqlı eləmək olar. Amma bir şey unutmayaq ki, mən bir dəfə bir tədbirdə dedim, o kameraya baxın, onun bir gözü var. Yəni hamıya bir gözlə baxır. Yəni televiziyada cəmiyyətin aynasıdır. Necə var elə göstərir. Səviyyə necədir aparıcıların, telejurnalistlərin? Odur da. Yəni əsas məsələ nədir? Onların o təhsilini artırmaq, onların peşəkarlığını artırmaq. Yəni burada şeylər çoxdur. Yəni səbəblər çoxdur. Məsələn İTV-ni bir dənə məsəl saymaq olar ki, müəyyən mənada çox belə inkişafa meyilli bir şeylər paylaşırlar da, videolar. Bu status da odur da ki, ictimai televiziyadır. Mən də çox istəyirəm ki, o daha da yuxarı qalxsın, o öz statusundan maksimum istifadə eləsin. Mən o istəyirəm şeydən danışaq. Qulpda bəzi müsahibələr olub. Məsələn, Cənnət Əliyevlə bağlı da. Çox belə epik müsahibə idi. Üzərində çox danışılır. O ümumiyyətlə necə bir personaj, necə tapdınız siz onu? Məsəl üçün o ilk milyoner olub Sovetdə, sonra
qəribə məsələn şirlə döyüşü falan. Bu obraz olaraq, yəni real belə obraz idi, yoxsa ki bu uydurulmuş bir şey? Yox, real obraz idi. İnandırıram ki, uydurulma şeylər də obrazlar da olub. İndi ondan danışacağam. Bu real obraz idi. Bunun haqqında mənə deyən kimi mənim o vaxtı, eləyən vaxtı o ictimaiyyətlə, adamlarla əlaqəm daha çox idi. Mənə deyirlər filan yerdə filan kəs var, bu var, o var. Və bu cənnət haqqında deyəndə də cənnət dəvət elədim, gəldi və cənnətin də bir çox maraqlı bir şey vardı. Uzun bir zurna düzəltdirmişdi. 5-6 adam çiyninə götürmüşdü. Mən də onu biraz başqa formada elədim ki, xalqı oyatmaq üçün, neyləmək üçün və bununla yaxşı bir müsahibə elədim, yaxşı bir buraxılış elədik. O da açıq-aşkar hamısını danışdı. Ondan sonra yəni ki, efirə verdik, getdi. Bəşərin yaranma tarixini materialistlər tərəfindən izahı məni qane eləmədi. Səmavi biliklərə müraciət etmək yolu oldum. O cümlədən də qədim Veda biliyinin əsasını qoyan Krişnaizm cəryanında oldum. Sonra xristianlığın Həzrəti İsa əleyhissalamın təlimini öyrəndim. Sonra Qum, Məşhəd, Kərbəla, Məkkə, Mədinəni, Şamı ziyarət edib gəlib, Quran-ı Kərimi əvvəldən axıra analizindən öyrəndim. Daha sonra isə Sabah ilə yad elli işğalçılara üzərində qələbəyə ümid rəmzi kimi Həzrət Əli əleyhissalamın rəmzi Zülfüqar qılıncının istehsalına başladı. Amma uydurma obrazlar, uydurma yox, biraz nətər deyim. Tutaq ki, biri vardı, o bir məsəl var, ilanı Seyid Əhmədin əli ilə tutmaq. Onda hələ Qarabağ işğal olunmuşdu, hərə bir yol deyirdi, eləsi vardı, çox fantastik yollar, nə bilim, kim ağzına nə gəlirdi. Mən bir nəfəri çağırmışdım, öyrətdim, elədim. Onda Aynes Zoologiyanın binasında yerləşirdi də. Orada muzeydə görmüşdüm, belə qabda çoxlu ilanlar var da. Onu da gətirdim, dedim Seyid Əhmədsən. Başladım bunun obrazından danışmağa. Bu dedi ki, bəs indi qonaq kimi buna dəvət edirəm ki, bəs bu ilanlardan da gəlib bizim studiyamıza. Sənin missiyan nədir? Deyir, mən bu ilanları yetişdirib bununla Qarabağ alacağam. Hamısı keçəcək hücuma, nə bilim, nə edəcək. O üçün çoxları da inanmışdı, amma qulpun sarkazmını bilən adamlar elədi. O da bir qulpun bir buraxılışı idi. Və bir maraqlı faktdan bayaq seçkilərdən söhbət elədin. Çox maraqlı bir şey idi. Deməli, Teymur, bizim Teymur Məmmədov, onu da eləmişdim. Siyasi texnologiyaların topdan satış mərkəzinin sədri. Bu çıxıb çəlləyin üstündə söhbət eləyir, cəmaata müraciət eləyir ki, nə bilim, belə eləyəcəm, dənizi qurudacam, hər oza 6 sot yer verəcəm. Bu danışıb qutarandan sonra hamı əzbər bilir də, hamı dağılışır, bir nəfər deyir ki, düş də, deyir ki, Allah sənə vizitka verim, mənim yanıma gəlirsən. Deyir, Boskanın sahibiyəm, mən çəlləyin sahibi, düş aşağı, çəlləyi aparım, nə? Orada o səhərsi günü gördüm Milli Məclisdən bir nəfər zəng eləyir mənə ki, bəs burada qulpun müzakirəsi gedir. Dedim, nə var çək? Dedi, artıq çəkmişəm. Deməli, rəhmətli Murtuz Ələsgərov deyir ki, mən axşam televiziya baxdım, gördüm namizədlərdən biri çıxış eləyir. Deyir ki, dənizi qurudub sizə torpaq verəcəm. Ziyafət müəllim də oradan deyir ki, bu zarafat belə sakitcə deyir. Ay, nə zarafat, öz gözümlə görmüşəm mən bunu, nə zarafat. Cənab, belə bir şeylər də vardı. Hətta belə bir şey vardı ki, qoy onu da danışım. Allah Murtuz müəllimə rəhmət eləsin, yaxşı kişi idi. Bir nəfər mənə zəng elədi ki, mən qonşu qadın var, rus qadındır, bəs pişiyinə Murtuz müəllimin adını qoyub. Dedim, ay Allah, mən bunu nətər eləyim ki, Murtuz müəllim də böyük səlahiyyət sahibidir, Milli Məclisin sədri. Dedim, çəkilişə gələ bilərsən? Dedi, hə. Dedim, bəs pişiyi də gətirə bilərsənmi? Çox fikirləşdi, dedi, o çətin məsələdir. Dedim, yox, ya 200 gəlirsiniz, ya da ki, yox. Dedi, yaxşı, onu da gətirəm. Hara gəlim? Dedim, deyil, studiya gəlim. Dedim, yox, studiya gəlmə. Gedək məhkəmənin qarşısına, Səbail rayon məhkəməsinin qabağına. Sənlə müsahibə götürəndən sonra, ondan sonra gidib şikayəti eləyərsən, dəlildən, sübutdan ki, belə. Ən maraqlı məqam nədir? Deməli, gətirib, indi mən onu tanımıram ki, indi uzaqdan gördüm əlində bir şey olan adam var. Əlimi qaldıran kimi dedi, hə, mənəm, gəldi. İndi söhbət eləyirik ki, qonşudur, bəs bizim görkəmli ziyalının adını pişiyə qoyub.
Deyirəm mən inanmıram. Bu nətər sübut eləyə bilərsiniz? Deyir ki, pişik burdadır. Götürdü, çıxartdı şeylə, götürdü qucağına, deyir bu deyir bax pişik, deyir bu budur. Deyirəm hə, yaxşı yenə sübut elə də, bəlkə onun adı başqa şeydir. Sən niyə belə böhtan atırsan o boyda insana da? Deyir nə danışsan? Bax, Murtuz. Belə çöndü, baxdı. İndi çox qəribə görünər və görünər. Və bunu çəkdim, dedim gir şikayəti məhkəməyə elə. Və efirdən də dedim ki, belə şey olmaz ha. Yəni kim istəsə hər hansı bir heyvana, başqa adamın adını, lap istər dövlət xadimi olsun, olmaz belə bir şey. Amma faktın özünü verdim və qanuni şəkildə dedim get özün şeylə. Qoy qıraqdan deməsinlər ki, mübariz nəyəsə uydurur, nəyəsə eləyib. Yəni belə bir şey oldu. İndi o seçkidən danışırdım. O gün Teymuru görəndə deyirdi, dənizi qurudub 6 sot yer verəcəm. Dedim, indi bax, yenidən seçki olsa dinə artıq 6 sot yox, 10 sot verə bilərsən. Artıq dəniz quruya gedir də. Sən o seçki platformanı artıq yerinə yetirir. Yəni çox o dövr üçün çox belə postmodernist, belə yenilikçi bir fəndlər idi də, belə deyək. O baxımdan deyirəm ki, məsəl üçün çox zəngin idi, hər tərəfli də. Belə atışmalar var idi, əmələ başqa dialoq var idi, belə qızğın mühit idi. Sözü indi məsəl üçün cavanlarda o entuziazm yoxdur. Ki mən görürəm, məsəl üçün yenilik olan birincisi televiziyada o imkanlar yoxdur, ikincisi də YouTube-da eləyəndə belə onun ictimaiyyətdə müzakirəsi o qədər də aparılmır da indi məlum səbəblərdən. Bəs mənim bu şey oradakı personajlar ki var bu adamlar, onlar ayrıca bir yerdə işləyirlər və bəzən çəkilişlərə gəlirdilər. Yəni siz bunu necə toparlayırdınız hamısını? Yenə deyirəm, Aşıq Yediyar idi, təzə rəhmətə gedib, Allah ona rəhmət eləsin. O Şuşa teatrının direktoru idi. Mən Şuşa obrazını axtaranda, Aşıq obrazını axtaranda çox testlər eləmişdim, belə ki, kim ola bilər. Axırda gəldim buna. Çünki o elə bir obraz olmalı idi ki, həm oynamaq olmalıdır, həm oxumaq olmalıdır, həm artistlik, aktyorluq olmalıdır. Belə, yəni axırda gəldim onu tapdım, amma Şuşa teatrının direktoru idi. Açıq deyim ki, həm də məmurdur da, bu direktordur da. Hər adam o rolu oynaya bilməzdi. Onda bir cəsarət də var idi və oynadı və çox gözəl bir obraza yaratdı. Ona qədər tamaşalarda oynayıb, harasa filmə də çəkilir, neyinib, amma xalqın yaddaşında o bir Aşıq Yediyar, hətta onun bu gün getdim ziyarət elədim, qəbir üstü o qəbir daşında da, baş daşında öz şəkli ilə yanaşı o Aşıq Yediyar obrazının əlində sazı elə bir şəkli də olmuşdu. Bakıxanov qəsəbəsindəki postament niyə uzun illər boş qalıb? Xanoğlu nöşünüdür, xanoğlu nöşünüdür millətin səni. Xanoğlu nöşünüdür, xanoğlu nöşünüdür millətin səni. Bərdəlilər niyə öz hökmdarına sahib çıxmır? Böyük İskəndəri tərk edən xanım, görürəm halını, ağrıyır canım. Görürəm halını, ağrıyır canım. Bu heykəllərin günahı nədir? Günahımız nədir bizim, ay günahsız əzizim. Günahımız nədir bizim, ay günahsız əzizim. Qulp proqramının uzun müddətli və təkidli tənqidlərindən sonra Bərdə hökmdarı Nüşabənin heykəli Bərdə şəhərində, Abbasqulu Ağa Bakıxanovun heykəli isə onun adını daşıyan qəsəbədə qoyuldu. Ondan sonra xanım nənə süpürgəsi işləyirdi. Xanım nənə yaxşı səsi vardı. Xanım nənə ilə bağlı maraqlı bir şey onu deyim ki, o da tanınıb eləmirdi. Mən əməkdar artist kimi bir müsabiqə elədim. Orada qalib oldu. Və çox maraqlıdır ki, sonra bunu hətta mən deyərdim ki, o proqram təkcə bizdə yox, İranda və Türkiyədə çox baxılırdı. Ümumiyyətlə qulp baxılırdı. Qoy bu şey də deyim yadımdan çıxmasın. Qulp bağlanandan sonra gördüm sosial şəbəkədə İranlı qardaşlarımızın biri yazıb ki, çox təəssüf eləyirəm. Qulp bizim üçün Azərbaycan dilli məktəb idi. Azərbaycan dilini yaddan çıxmamasına xidmət eləyirdi. Və Türkiyədən
Mənə zəng elədilər ki, burada hamı baxır, bu əməkdar artistə baxır, xanım nəniyə baxır və sonra gəlib bizim studiyadan çəkilişlər aparırdı Türkiyənin bəzi kanalları və sonra xanım nənəni Türkiyəyə dəvət elədilər. Gedib orada şəhərə çıxanda cəmaət bunun üstünə yürürdü. Hanım nənə, bəziləri də YouTube-da var o şeyləri. Yəni belə. Ondan sonra bax mən bayaq dediyim kimi bizdə çox yaradıcı insanlar vardı. Onlardan biri də bizim çox gözəl rəssam, keramika ustası Mir Teymur. Mən o qulpun məğzini dedim axı ki, bu mənası odur ki, qulpdan yapışmaq nə problem olur olsun və yadınızdadırsa mən qulpda qonaqlara həmişə çox qulplu fincan verirdim. Yəni onun fəlsəfi bir mənası idi ki, hansı tərəfindən istəyirsən problemi həll etmək olar, sadəcə istək olsun. O istəyən çarə axtarır, istəməyən bəhanə axtarır. Yəni istənilən problemi həll etmək olar. Onu da bizim gözəl rəssam Mir Teymur və burada da onun bir nüsxəsi durur. Çox qulplu bir, bax üstünə qulpda yazılıb, bir fincan düzəldirdi. Həmişə gələn qonaqlara bunun üstündə dava gedirdi ki, o deyirdi mənə, bu deyirdi mənə, ala bilməyən deyirdi növbəti dəfə məni apar, yəni dəvət elə onu verim. Bizim çox dəyərli bir rəssamımız idi. İdi yox, elə, yəni veriliş baxımından deyirdim də, veriliş dayanıb. Çox dəyərli bir insandır. O, Baba Pünhanın bir büstünü də hazırlamışdı. Baba Pünhan çox vaxtı, bax indi biz əyləşmişik, bura yaradıcılıq məbədidir. Mir Teymurun emalatxanasıdır. Mənim bax bu emalatxanada hamısından çox xoşum gəlir. Amma ən çox qulpvari bax budur. Bu da nədir? Bunun məğzi odur ki, bəziləri kimi layiq olduğundan oturduğu kürsüdən daha kiçik insandır. Bax ona bir baxın, hətta özü çox kiçik bir insandır, amma tutduğu mövqe, səlahiyyət daha böyükdür. Bax əsl qulpvari. Müsəlman, bu qulp verişi barədə danışdıq Mübariz müəllimlə də. O da dedi ki, bu qulpların hamısını siz hazırlamısınız. Bəli, müəllifim mənəm. Bura keramika yeridir, düzdürmü? Siz bu ilə nə vaxtdan məşğulsunuz? Bu mənim evimdir, mərkəzimdir. Və burada işləyirəm mən. Keramikada işləyirəm, qrafika, yəni rəngkarlıqla cürbəcür işlərdən. Bunları ümumiyyətlə sifariş mi olur, yoxsa siz tematikanı siz mi seçirsiniz? Yox, mən seçinim, mən sərbəst rəssamım. Amma sifariş olanda mən hər sifarişi götürmürəm. Mənə xoş gələn, yəni ki, mən mənə uyğun olan onu götürürəm. Bu tematika dediniz Türk mifologiya, Türk tematikasıdır, yoxsa necə? Bəli. Bəli. Bu nə vaxtdan maraqlanmısınız, başlamışsınız maraqlanmağa? 50 ildir. Hələ 3 il işdə oxuyanda burada, onunla məşğul idi. Diplomu çıxanda mən istədim hələ türkçülüklə eləyim. Çünki mənə türkçülüyə bu yola öndəri deməli mənim nənəm. Çox danışırdı. Onun yaxşı kitabları var idi. Fransız dilində. O tərcümə edirdi. Axırda mənə deyirdi ki, gəl sənə öyrədim fransız dilini. Öyrənər, özün oxuyarsan. Dedim ki, yox, qurbağa yiyənlərin dilini mən istəməm bilmək. Elə belə. Amma ki, sonra dəyişdim. Bizdə böyük bina var idi, tezi bina. Hələ proyekti idi, Bakı Bragor proyekti var idi. İndi Şadlıq evidir. Şadlıq evi yox, Dom Tarjets, bəli. Yuxarıda, Finikolorun yuxarısında. Onun bütün o bədii tərtibatı mən vermişdim diploma. Ağabala vardı, rəhmətlik. Allah rəhmət eləsin. Çox gözəl kişi idi. Olduqca biri insan kimi bir çox maraqlı insan idi. Mənim anam da onda oxuyub. Dərs verib mənim anama. Bizim o ailədə deməli 2 dənə peşə həmişə sürüb də, o general xətti sürüb. Bir həkim, bir də rəssam. Mənim anam da rəssamdır. Lətif Kerimov rəssamı. Lətif Kerimovun şagirdi olub. Onun üçün də onların evinə gedib gəlirdim. Lətif müəllimin. Allah rəhmət eləsin. Xalçaçılıqla da bağlı. Bəli, o əsasdır da o. Ardamentdə o məşğul idi. O da mənə çox şey açıb, deyib. Hələ uşaq idim mən.
hələ məktəbə birinci ya ikinci sinifə gedirdim. Amma ona baxmayaraq mənə bir böyük adam kimi danışırdı mənimlə. Hər şeyi göstərirdi. Bu qadın bu tasıdır, bu qız bu tasıdır, bu qadın bu tasıdır. Yəni onun uşağı da var. Hər şey mənə baş salırdı. Bu siz də misal üçün Leningradda dediniz təhsil almısınız da. Oranın mühiti, buranın mühiti necə oldu? Misal üçün maraqlı mühit var idi orada. Azərbaycanlılar var idi məsələn. Mən getdim o mühitdəki, o mənbəyə ki, harda mən informasiya alacağam. Mən bilirdim ki, çünki mənim dayım da, anam da bilirdi ki, orada Saltykov Şeдрина adına kitabxana var. Məşhur ədəbiyyatçıdır. Bəli. Muzey Lenin muzeyi, Lenin adına kitabxana Moskvada idi. O siyasətlə bağlı idi. Amma ki o Saltykov Şedrin demək olar ki imperatorun bütün kitabxanası orada idi. Və mənbə çox güclü mənbə idi. Mən də fikirləşirdim ki, necə mən gedim çatım ora. Bir dənə yol var idi, instituta girmək. Mən də girdim. Məlumat verə bilərsiniz ki, bu Baba Pünhanın o özü sifariş edib onu, yoxsa necə? Yox. O Baba Pünhan rəhmətli burada demək olar dincəlirdi. O gəlirdi saatlarla 3 saat, 4 saat burada yazırdı hələ. Hərdən bir mən də onu toxumurdum. Mən öz işimlə məşğulam. Baba da öz işimlə məşğul idi. Hərdən bir mən gəl bir bax nə yazmışam. Ya oxuyurdu mənə. Çox şirin adam idi. Siz onu demək ki, rusca versiyasında kömək edirdiniz bəzən şeirlərində. Bəli, çox. Amma ona baxmayaraq o yaxşı bilirdi rus dilini. Çünki metroda işləyirdi və orada çox fəhlələr rus dilində danışırlar. Yəni gəlmişdi mənim yanıma deyir, yəni mən çıxmışam, yerin altından gəlmişəm sənin yanıma. Deyirəm, bir dəfə sən gəl də güləş. Yəni ki, o göydən gəl də mənim yanıma. Deyir ki, mən elə aşağıdan gəlirəm. Onda çıxır ki, o ümumiyyətlə ədəbiyyat sahəsindən bitirməmiş, elektrik idi də, onda çıxır. Bəli. Amma ondan baxmayaraq çox dərin düşüncü var idi olduqca. Mən deyirdim ki, sən oturub danışırsan, akademikdən danışsan, sən sadə sözlərlə çox mürəkkəb bir işləri sən açırsan. Və şeirlərdə də çox adam onun başı düşmürdü. Hələ bilirdik şeir, hələ belə şeirdir. Yox, çox dərin şeir, fəlsəfənə. Onun çox şey oxuyurdum, Aristoteldən oxuyurdum, Aristofandan oxuyurdum ona. O deyir, mən bilirəm onu. Deyirəm, bilirsən onu mən susuram, heç danışmayacağım dahi. Bir saat keçirdi, gəlirdi, yaxşıdır. Səhv elədim, dedim sənə. Deyirəm, danışmayacağım. Hadi danışdın. İndiki dövrdə marağı var mı bu sənət? Bilirsiniz, qulp özü veriliş. Çox böyük tapıntı idi, olduqca. Mübarizlə mən danışanda mən həmişə onu qeyd edirdim ki, bu çox gözəl tapıntıdır. Sadə dillə çox mürəkkəb bir işləri qalxızdı, açırdı. Adam var ki, çalışır bir sadə işi, da soruşursa ondan bir elmi dilində danışır sənə, sən özü deyirsən, mən axmaq adamam, mən heç nə başa düşmədim. Bir cümlə yox, 10 cümlə oxuyub mən üçün, mən heç nə başa düşmədim. Bilirsiniz, o sadəlik, o sadə sözlərlə çox mürəkkəb bir situasiyanı açmaq, o bir böyük bir beyin lazımdır buna. Təbii ki. Bu necə oldu? Misal üçün bax bunları sonra Baba Pünhanın demək. Mübariz mədəniyyətdə ki, belə proyekt və mən istərdim ki, sən fikirləşəsən bunu. Dedim, qulpdur da, bizdə də söz var ki, o atalar sözü var. Qulp, mənə qulp qoyursan, yəni ki, mənə ilişirsən mənə, o kişə ilişirsən, qulp qoymaq deməli, sonra gəlir, yumruq gəlir də sonra, ondan sonra. Mən fikirləşdim, onun üçün çox bakallar elədim məndə belə. Çox qulplu. Özü hər qulp obrusuna oxşamır. Çünki qulplar da mürəkkəbdir. Biri var ki, bu boyuna qulp qoyursan, o adam heç başa düşmədi. Bir qulp var ki, qoyursan o qulpu, gedir evə, evdən zəng gəlir, sən mənə nə gülür? O məsələ var. Siz sonra orada şey görsətdiniz, kərgədan belə Nasarok var, onu Amerikadan deyirsiniz, sifariş ediblər. Bunu Amerikadan mənim şagirdim Cəfər Əliquliyev eləyib. O milyarderdir, deməli Amerikada bir dənə bina tikib, yığır ancaq belə şey. Albert Dürer'in gravürası var. O görmədən, o Nasaroku görmədən çəkib onu. Bəli, Albert Dürer'in şeyi, onu
2 dəyə 3 dəyə mənə danışmışlar. Var onda, originalı var. Ha, okey. Bütün dünyada məşhur rəssamlardan o sifariş verirdi və götürdü onu. Ha. Və siz necə tapırlar? Məsəl üçün hardan tapırlar? Bilirdilər ki, mən nə ilə məşğulam. Ha. Mənim işlərim, mənim məqalələrim hamısı Amerikan prezidenti kitabxanasındadır. Əslində qəribəlik ki, məsəl üçün biz sizlə pre-intervyuda da söhbət eləyəndə dedik ki, məsəl üçün qəribəlik siz satirik mövzuda da çəkmisiniz. Bir də bunun tam ziddi, çox belə kədərli mövzu olan ömürlük məhbuslarla bağlı xeyli rezonans verilişində demək videolar var. Mən hazırlaşanda bir 3-4 gün ard-arda baxdım, belə adam yataqdan dura bilmir də, o dərəcədə belə depressiv olur. Orada 2-3 demək insan var ki, o barədə danışmaq istəyirəm, əslində maraqlıdır da. Biri Qara Vəli obrazıdır. Məsəl üçün ona ömürlük verilib, o dalğıc olub da bildiyim qədərilə. Ömürlük məhbusu da orada bir qəribə, bir çox belə dərin bir cümlə istifadə eləyir ki, deməli ömürlük cəza bir nəslə verilən cəzadır. Çünki mənim anam da, tutaq ki, digərləri də məni gözləyərkən ki, mənim vaxtım qutarsın, onlar da orada həlak olurlar. Hətta deyir ki, mən 3-4 dəfə buradan çıxmışam, 3-4 dəfə də yas yerinə çıxmışam da. Hətta orada ki, vurub öldürsələr daha yaxşı olardı. Yəni deyir ki, ölüm cəzası ömürlük məhbusundan daha çoxdur. Siz ümumiyyətlə necə oldu o, ümumiyyətlə ora bir icazə aldınız, ora gedib çəkə bildiniz və o bu ümumiyyətlə həm də bu Vəli haqqında danışsınız, maraqlı olardı Qara Vəli haqqında. Bilirsən, mən biraz əvvələ qayıdım ki, qulpu eləyəndə mən fikrim vardı, başqa layihələr də eləyim, tamam başqa səpkidə. Amma elə bir dilimdən tutmuşdu, hamı qulp deyirdi ki, qulp olsun, qulp olsun. Amma mən bu şeyi də fikirləşmişdim. Mən fikirləşirdim, artıq 20 ilə yaxındır, 20 il oldu da qulp efirə gedir. Da cəmaatın gözünü mən necə deyirlər, çox yormuşam, çox artıq açıq deyim ki, mənə elə gəlirdi ki, tamaşaçı bezib bəlkə də məndən. Belə bir yaxşı söz var, ifadə var, nə qədər düzdür bilmirəm. Deyir, Yaponlar evlərində sənət əsəri asmırlar. Çünki deyir, o dəyərdən düşə bilər də. Gündə, hər gün, hər dəqiqə baxırsan, eləyirsən, dəyərdən. Mən demirəm, qulp böyük sənət əsərdə. Sadəcə 20 il getdiyinə görə mən deyirdim ki, yəni bəlkə də bəs eləyər. Mən əvvəldə qeyd elədim də, sırf mən telejurnalistəm və başqa səpkilərdə verilişlər eləmək istəyirdim. Və onlardan biri də rezonans idi. Rezonansı da eləmək biraz yenilik eləmək ümumiyyətlə çətin məsələdir axı. İlk dəfə idi Azərbaycan televiziyasında ümumiyyətlə girib ömrü məhkumlarla söhbət eləmək, onları çəkmək çox çətin bir məsələ idi. Amma mən onun ilk dəfə eləmişdim. Hətta ölüm hökmü almış adamı bu gün alıb sabah gedib onu çəkmişdim. 95-ci ildə hələ ASTV-də işləyirdim. Vətən xaini vardı, İlham Qurbanov. Deməli, mən onun məhkəməsini çəkdim. Bu bizim əsirlərə orada olmazın zülmünü eləyirdi. Gedib məhkəməsini çəkmişəm. Sonra o vaxtki MTN-in sədri ilə getdim, söhbət elədim və müsahibəsini də götürdüm. Sonra dedim ki, mən sizdən xahiş eləyirəm, bu İlhamla mən görüş təyin eləyin də. Dedi, yox, bu mümkün deyil, siz nə danışırsınız, ölüm hökmü alıb, bununla ki, müsahibə götürmək. Və dedim ki, bu çox yaxşı olar. Mən sizdən çox xahiş eləyirəm, daha samballı olmaq istəyirsinizsə, mən bir film kimi eləmişdim, onda hökm qətidir. Onda da Daxili İşlər Naziri ilə baxırdı bu həbsxanalar. Götürdü, o vaxtı zəng elədi, Ramil müəllimə ki, belə bir məsələ var, bunu çəkmək olar, nə eləmək olar. Çox müzakirə eləyəndən sonra artıq icazə verdilər. Və mənim üçün çox maraqlı idi. Mən içəri girəndə, getdim İlhamla görüşəndə, onda Bayıl türməsində güllələnənləri ora aparırdılar. Səhərsi günüdür, mən ilk sualım ona bu oldu. Onu da görə o filmi də tapam yerləşdirəm. O fraqment amma o biri filmdə vermişəm. İlk sualım belə oldu. Gecə yatmısan? Dünən ölüm hökmü verilib, güllələnmə verilib. Bir gün görüşürəm. Dedim, gecə yatmısan? Çox pauzadan sonra dedi, heç yatmışam ki. Yəni, onların hiss elədim ki, bu daxili dünyası çox belə, necə deməyim, cinayətləri də olub, nəyi olub, öz yerində. Hətta orada, o uzun məsələ ola bilər, mən bir
şeydən qırağa çıxdım. Çünki mənə icazə verəndə dedilər ki, nə çəkirsən, sonra verirsən bizə. Biz yoxlayırıq, eləyirik, ondan sonra veririk. Nə olar, nə olmaz. Demişdim, yaxşı. Mən eləyəndə dedim, ürəyindən nə keçir söhbətin axırında. Dedi, siqaret çəkmək istəyirəm. Çıxartdım belə qıraqdan xəlvətcə buna siqaret verdim. Düz eləməmişəm ha, yəni amma insani hisslər adamı elə oynadır ki, səhərsi günü gördüm ki, mənə oradan dedilər ki, sən nahaq onu elədin. Dedim, səhv eləmişəm, amma dözə bilmədim də. Bu son arzusu kimi mən elə bilirdim, aparıb güllələyəcəklər də. Sonra elə oldu ki, ölüm hökmü ləğv olundu. Buna ömürlük həbs verdilər. Ondan sonra da onu çəkmişəm. Elə şeydə var, YouTube kanalımda o var. Yəni, onların yanına girmək, onlardan söhbət eləmək, inandırım səni ki, bir neçə gün özümə gəlmirdim. Elə Qara Vəlisi də bir professor ailəsini avtomatdan 4-5 nəfər öldürmüşdü. Onu, başqası girib söhbət edirdin, özü insan kimi də. O rezonansın da bir məğzi var ki, elə bilsən, onlar hamısı kiməsə müsahibə vermək, söhbət eləmək istəyir. Yox, mən onlardan bir insan kimi. Biri də var idi ki, məsəl üçün demişdim ki, o da çox müəmmalı oldu. O da ömürlük güllə almışdı, sonra ömürlük verdilər. Şuşa icra başçısının kabinetində güllələmişdi. Deməli, onunla görüşdüm, elədiyim, sonra mənim üçün maraqlı idi. O icra başçısını güllələyəndən sonra aradan biraz keçdi, Şuşa işğal olundu da. Mənim üçün maraqlı idi, buna sifariş kim verib, nə eləyib. Hətta buna deyirdim ki, sənə nə istəyirsən, nə alım gətirim növbəti. Hər dəfə deyib başqasını çəkəndə bununla da görüşürdüm ki, bunu aça bilim də. Bir dəfə dedi, Atlas, Dünya Atlası. Mən də Dünya Atlasın qalın belə aldım və öz-özümə fikirləşirəm ki, bu ömürlük məhkum buradan çıxmayacaq. Bu Dünya Atlası neynir? Çox maraqlı. Sonra Ramiz Rövşənin şeirlərini istədi. Onu aldım, verdim. Çox məmalı bir şey idi ki, aradan biraz keçdi, çox sağlam bir insan idi. Aradan biraz keçdi, o öldü, həyatını itirdi və nədən getdi bilmirəm. Bilmirəm, indi o söhbətin də yeridir. Mənim çox maraqlanmağımı gördülər ki, bundan mən bunu açmaq istəyirəm, bundan nəyəsə soruşmaq istəyirəm. O oldu, başqa məsələlər oldu. Orada olanların hamısı, yəni çox faciəli həyat. O, həmən dediyim professor, 2 övladını orada ömürlükdə yata-yata hazırlaşdırıb universitetə qəbul elətdirmişdi. Hər dəfə yanına 2 günlük, 3 günlük icazə verirlər axı. Bir neçə aydan bir, indi deyəsən hər ayda olur. Yanına gələndə deyir, hamısı kisə-kisə kitablar gətirirdi. Bu da professor, onu belə oxu, bunu belə oxu, neynə və uşaqları qəbul elətdirmişdi. Və baxmayaraq ki, böyük cinayət eləyib. Mən yenə deyirəm, həmişə söhbət eləyəndə qarşı tərəfdən mən söhbət eləyirdim ki, tutaq ki, kimsə öldürüb. İndi sabah birdən qismət oldu, çıxdın. Həmən adamın uşağını küçədə gördün, sən neyniyərsən? Qaçıb gizlənərsən, ya yaxınlaşıb nəsə deyərsən. Yəni o tərəfdən də eləyirdim ki, qarşı tərəf sabah iddia da qaldırmasın ki, gedib bunu ulduz eləyir, teleqəhraman eləyir. Pozitivləşdirir. Çox həddən artıq bir 20-30-a yaxın saymamışam, heç çox insanları çəkmişəm. O Sergey var idi. Rus orada toyu oldu. Toy deyəndə nişan mərasimi oldu. Onu mən çəkdim. Onu hətta evdəkiləri də geyib evdə çəkilmişdi. Yoldaşı, anası və çalışırdım ki, onda məqsəd bu idi ki, insanlar bu məhkumların peşmançılığına baxıb bu yolu tutmasınlar. Yəni mənim ancaq əsas məqsədim bu idi. Hətta bir şey deyim də, qadın həbsxanasında, bir də kişi həbsxanasında mini studiya qurmuşdum. Orada çəkilişlər eləyirdik. Bir dəfə o quran vaxtı, orada çəkilişlər eləyən vaxtı dedilər, Avropadan qonaqlar, nümayəndələr gəlib. Bəs burada həbsxananı gəzirlər, məhkumlarla görüşürlər. Dedim, onları dəvət eləyin, gətirir bura. Onda da mənim əvvəl prinsip necə idi? Məhkumdan müsahibəni elə məhkum götürürdü.
Ki onun dilini daha yaxşı bilər. Elə oldu ki, bunlar gəldi, mən yox, bu məhkum götürür. Bunlar da hamısı ingilis dilində. Bir zənci var idi. Azərbaycan dilində yaxşı bilirdi, ingilis dilində. Elə bunun tərcüməsi rolunda o şeylədi. Buna da sualları yazıb vermişəm axı. Birdən biri Almaniyanın keçmiş penitensiar xidmətinin rəisi idi, biri nə bilim kimlər idi, böyük adamlar. Deyirəm, sualları yazıb vermişəm, biraz da qulpvari suallardır ki, birdən nəsə bir həyatdır da, bir cinayət elədin, həbsxanaya düşdün. Harda yatmaq istəyərdin? Azərbaycan həbsxanasında, yoxsa Almaniyanın həbsxanasında? Belə söhbətlər gedir. Bunların gözləri başına çıxıb, həmişə Azərbaycanı insan haqları adı altında qamçılayırlar, axı insan hüquqları, insan nə bilim nə. Axırda 4-5 nəfər də hamısı deyir ki, biz gedib məsələ qaldıracağıq ki, belə bir proqram Almaniyada da yəni olsun, orada şey eləyəcək. Həbsxana rəisi yanımda oturmuşdu. Qoluma belə vurdu ki, mübariz deyir, ölmədik bu gün də gördük. Avropa bizdən öyrənir, nə bilim nə. Yəni onun məğzi yenə deyirəm, ancaq peşmançılıq və insanları düz yola qaytarmaq və cinayəti az eləmək məğzi idi. Hətta mənə gəlib deyirdilər ki, filan kəs deyir ki, dünən əsəbləşdim, az qalır deyə kimsə öldürən bir dənə rezonans yadıma düşdü. Dedim, yox, mən gedib o günü yaşamaq istəmirəm. Yəni həbsxanaya düşmək istəmirəm. Orada maraqlı nədir? Məsəl üçün o ömürlük məhbusludur. Bu bir var 10 il verirsən, sənin yenə də bir ümidin var ki, çıxarsan filan da. Bunlar ümidi yoxdur və orada deyir ki, qərar verib məsəl üçün mən də bilmirəm ki, günün tez keçməyini mi istəyim, yoxsa gec keçməyini. Yəni ikisi də əzablıdır da prinsipcə. Və gəlin etiraf elə ki, məsələn, istəyir Qobustanda Umbaka olsun, istəyir o qadın həbsxanası olsun, çox çətin vəziyyətdir də. Məsələn, o da ki, qışdır, yaydır, mən orada qalmaq istəmirəm, yaz aylar yaxşıdır, keçimizə gəzirik falan. Siz ümumiyyətlə belə baxanda bu ömürlük cəzanın ədalətli olduğunu düşünürsünüz belə bir insan kimi də, məsəl üçün, bu cür insana əzab vermək olar, yoxsa necə? Yəni istənilən şey etsə belə. Siz hər ehtimala qarşı güllədən ömürü yaxşıdır. Nəyə görə? Tarixdə o qədər sübut olunub ki, neçə adama haqsız yerə güllə veriblər. Güllələyiblər və sonra aydın olub ki, bu yəni buna layiq deyildi və bu işi görməyib bu. Çətindir. Amma yenə deyirəm, düşmə də. Yəni bu hərəkətləri eləyib ömürlük çətindirsə buna düşmə. Mən bu axırıncı filmlərdən biri o ömürlük cəzanın ləğv olması, daha doğrusu ölüm cəzasının ləğv olunması haqqında da eləyəndə onlardan xeyli görüşdüm və adi, yəni iş almış məhkumlarla onların fərqi odur ki, o sən deyən kimi bunlar gün keçdikcə azadlığa yaxınlaşır, azadlığa çıxır. Amma bunların gün keçdiyinə sevinmir, ona görə ki, burada ömür də, dərd də cəza bitəndə, yəni ömür bitəndə bitir də cəza. Nə vaxt oldu? Yəni çox çətin bir şey idi. Açığı deyim ki, çox mənə pessimist bir ovqat yaradırdı. Hər dəfə ora girib çıxanda. Amma məni görəndə hamısı deyirdi ki, sən gələndə burada toy bayramdır, yəni heç olmasa söhbət eləyirik və eləsi var idi ki, heç yanına gələn eləyən yox idi. Onu görəndən sonra yanına gəlib gedənlər də çox idi. Yəni belə hadisələr də olurdu. Nə bilim, çox danışmaq olar. O da bir proyekt idi də. Orada mənə bəlkə də bu televiziya tarixində mənim ən belə təsirli cümlə var. Sergey Strigayev barədə çəkəndə orada sonda uzun bir demək qanun oxunur. Hansı ki o qanun olsa, yəni o şərtlər olsa onu azad edə bilərlər də, bəraət verə bilərlər və siz orada zakadr və tekst var ki, qanunun oxunuşu belə çətindirsə, yəqin ki, onun tətbiq olunması da asan məsələ deyil. Bu çox faciəvi bir cümlədir də, yəni ki, bir adamın yəni demək olar mümkün deyil də onun burada olması. Sadəcə öz qəlbini ovudur ki, bəlkə çıxaram, evlənir qızla orada və hələ də onlar yatırlar. Hə, mənim indi xəbərimiz var onlardan, məsəl üçün onlar hələ də neçə illərdə yox ha, orada yəni çıxsaydılar mən xəbər bilərdim. Hətta belə bir zarafat yanı bir şey də deyim. Mən deməli çəkəndə Sergeyi nişanı da çəkmişəm. Sonra elə oldu ki, bir neçə ildən sonra daimi əlaqə saxlayıram da. Bunun uşağı oldu. Uşaqdan yoldaşı gəlib. İndi Sergeydən uşaq yoldaşı yanındadır, söhbət eləyirəm. Buna qayıdıb deyirəm ki, Sergey, indi uşaqdır. Biraz böyüyəndən sonra sənə sual verəcək ki, biraz da belə milli dildə danışıram da. Deyirəm, sənə sual verəcəksə, ay dədə, sənin burada nə işin var? Nə cavab verəsən ona? Sonra bizə montajda uşaqlar yadlar dedi, vermə bu cümləni. Deyirəm, ay balam, niyə vermirəm? Burada nə var axı? O da danışdı, dedi, sən düz deyirsən, buna başa salmaq çətin olacaq, nə bilim nə olacaq. Başladı öz arqumentləri ilə
çıxış eləməyə. Yəni orada müəyyən nüanslar da olurdu. Kimsə nə formadasa danışırdı, deyirdi, hətta şairlər vardı. Elə Sergeyin özü də şairdir. Orada çox yəni yaradıcı insanlar da biri də vardı Gədəbəydən idi. Yəni mən güman edirəm ki, o da nə vaxtsa azad olunacaq. Çox belə o şeirlər də oxuyurdu orada. Mənim deyəndə yazırdı, oxuyurdu da. Mən deyirdim ki, Gədəbəydən idi. Deyirdi ən böyük arzum buradan çıxan kimi hamısında sonda bu sualı da verirdim tez-tez ki, buradan çıxanda ilk ünvan hara olacaq, hara. Dedi ki, gedəcəm, birbaşa evə gedib öz evimin işığını yandırmaq istəyirəm. Dedim, təki elə olsun, mən səninlə gedəcəm, o evin işığını bir yerdə yandırarıq. Yəni, insani hisslər, yəni çox belə adam vəziyyətinə düşür də və elələri də var ki, mən inanıram ki, vaxt keçdikcə 20 il, 30 il bunlar cəza çəkəndən sonra onların işlərinə baxılacaq və onlar azad olunacaq. Kim olursan ol, güllələyəcəklər. Vəssalam. Bu bilirsən, bütün nəsilə zulüm verməkdir. Bax, evdəki çörək yeyə bilmir ki, görəsən Vəli nə yedi. Oğlum gözü dörd gəzirkən, görəsən papanın papurusu var çəkməyə. Başa düşürsən, toy olur, ağlaşırlar, vay olur, amma bunu 40 gün ağlayacaqlar da. Bəli, mən 2001-ci ildə ömür yağında mən güllələsəydilər, mən sevinərdim. Amma indi yox, indi niyə görə mən 16 il oturmuşam, zulüm çəkmişəm. Bir dənə son sual, bunu hamıya verirəm, bütün qonaqlara. Sizin üçün ən qorxulu şey nədir? Nədən ən çox qorxursunuz? Vallahi, açıq deyim, o sualı heç vaxt özümə verməmişəm. Bilmirəm, bilsən, adın da müəyyən qədər insan taleyində rolu olur. Hətta bir nəfər mənə dedi ki, familiyanı biraz qısalt, soyadını biraz qısalt, elə mübariz əskər. Mən o pafosdan uzaq, yəni nədən qorxuram? Yəni, baxır hansı sahədə, nədə, amma açığı deyim ki, həyatda qorxulu nə ola bilər? O haqda fikirləşməmişəm. Gəlmişik, həyatımızı ləyaqətdən yaşamalıyıq və getməliyik, sonu da ölüm. Qorxmam haqqında heç nə fikirləşməmişəm. Bir inancınız var mı, məsəl üçün? Şəxsi də olsa soruşum, bir inancınız var yoxsa necə? Hansı bir inancı aid edirsiniz yoxsa? Valla belə bir qısa bir şey danışım. Mən burada Bakı dövlətdə oxuyanda, yəni Azərbaycan Dövlət Universiteti gedirdi, Moskvada da oxuyanda belə bir xırda bir şey danışım sizə. Əla oxuyurdum, həmişə 5 alırdım və uşaqlar burada oxuyanda da deyirdilər, sən kim tapşırıb, adamın kimdir? Mən deyirdim, əşki, o deyir, məsəl üçün, mən falan kəsib, o deyirdi, mən bəhmət kəsib, deyirdim, mən adamı böyükdür. Bir dəfə, bir semestrdə, 2 semestrdə hamısı belə deyirdim, mən adamı çox yuxarıdır. Və bir dəfə lap dirəndilər ki, yox, kimdir da? Dedim, mən qurban oldum Allah, ondan başqa kimim var? Yəni, inancım mənim o. Mən haram, halal bunları qəbul edirəm, bu şeylər var və insan düz olmalıdır, əyri də olsa, yəni getməməlidir, ancaq düz yoldan. Qulpvarı bir şey danışın bundan gedəndə, o əyri yol, nə bilim, məhkəmə deyir, birinə hakim bunun üstünə qışqırır ki, düz yolu qoyub sən niyə əyri yoldan gedirsən, başqa yoldan gedirsən, deyir yoldaş hakim, mən nə qarım, televiziyada axşama kimi deyirlər ki, alternativ yoldan istifadə edir, alternativ, mən də istifadə eləmişəm də, mən nə günahım var? İlk dəfədir kimsə Firidun'dan tarih sual verir ki, indi qulp dəvət eləsələr ki, buyurun, gəlin qulp sərbəstsiniz, eləyərsiniz? Valla biraz çətin məsələdir. Zəmanə biraz dəyişib. Qulpa aid nə qədər desən, inandırıram sizi ki, yazıram, atıram ora, yazıram, eləyirəm, yəni ideyalar o qədər çoxdur ki, yəni eləmək olar, amma dövran o dövrandımı, zəmanə o zəmanədirmi, çox şey dəyişib. Bilirsən, mən qulpdan sonra rezonansı elədim, sonra başladım sənətli filmlər eləməyə. Çünki artıq yenə deyirəm, mən hansı verilişi eləməyimdən asılı olmayaraq bir vətəndaş mövqeyi var. Mən hiss elədim ki, biraz biz tarixə bicaniyik də.
olanları tez unuduruq, unutqanıq. Mənə elə gəldi ki, baş verən hadisələri həm faciəli, həm qürurlu hadisələri tarixə çevirmək lazımdır. Bax sənədli filmlərlə bağlı onları çəkmək. Çünki illər keçdikcə hadisələrin izləri də gedir, şahidləri də gedir. Ona görə mən neçəsini, bax neçə dənə film eləmişəm bu Şah həbsxanası haqqında, oranın əsirləri haqqında, ondan sonra Xocalı faciəsi haqqında neçə film eləmişəm, Qarabağ müharibəsi haqqında neçə film eləmişəm. Olanda çox danışmayım, bunu da deyim. Zəfər olanda, biz qalib gələndən sonra komandanı yığdım, getdim 44 gün 44 an adında bir sənədli film çəkdim. Məni qoymurdular ki, hər yer minadır, nə bilim nə. Elə getdim, dedim, qorxmayın, yoldan qırağa çıxmayacaq, eləməyəcək. Gedib düz müharibənin başlandığı yerdən dayandığı yerə kimi bütün o yolları gəzdim, elədim. Bir vətəndaş mövqeyi kimi, yəni mən bunları eləmək mənim üçün bu dəqiqə daha aktualdır. Amma açığı deyim, qulpdan da ötürü darıxmışam. O qədər gündəlik hadisələr olur, yazıram, neyinirəm, bax belə. İndi insanlar daha ciddiləşir. Mənim icazə almaq daha çətin olacaq. Yəni o manevrlardan keçmək, bürokratik manevrlardan daha. O gün ağlıma bir şey girdi. Qoy bunu da danışım, qulpdan görüm xoşunuza gələcəksə qulpu bəlkə nə vaxtsa bərpa eləyərəm. Televiziyaların birinin qabağında bir silahlı adam ya tüfənglə adam görürlər ki, sən niyə inirsən, hara gedirsən, deyir girirəm burada o show biznesi ulduzları yoxdur, onları güllələyəcəm. Deyirlər, sən nə danışırsan, nə güllələmək, nə eləmək, səni tutarlar. Deyir, içərisində duz gülləsidir. O birisi də gülür, deyir, duz onlara neyniyəcək, onların bütün bədəni hər yeri silikondur. Nəsə, belə şeylər bilmirəm, nə qədər üzr istəyirəm burada xanımlardan. O qədər şeylər yazılır. Yəni bizim o cəmiyyətin eybəcərliyindən, o cəmiyyətin Ayna parkovşiklərindən misal üçün mütləq lazımdır. Aynanın parkovşiklərinə münasibət. 100% o qədər şeylər var ki, yəni o açıq deyim ki, o şeyi eləməyin də, o qulpu dəvətləyin çəyrə kimi danışır. İdeyalar, o şeylər çoxdur, orada çoxdur. Müstəqil Azərbaycanın tarixi həm də qulpun tarixidir. Qulpun 20 illik tarixinə nəzər saldıq. Dünənimizə nəzər saldıq. Dünəni dəyişmək mümkün deyil. Çalışıb sabahı dəyişmək lazımdır. Elə dəyişmək lazımdır ki, sabahımız bu günümüzdən daha yaxşı olsun. Və salam. Çalışın, salamat qalın.